Amma elə ailələr var ki, orada analar işləmir. Orada atalar bəlkə də biri xəstədir, birinin nəsə bir problemi var. Mən xahiş edirəm ki, deputatım sizdən, dövlətimizə müraciət edirəm ki, bizdən keçdi. Heç olmasa bu cavan analara uşaqlı ayırasınız. Heç çox yox. Bir 30 manat, 40 manat, 50 manat, 60 manat ki, o uşağın gelip heç olmasa bir butulka sütünü ala bilsin. Mən sizdən, dövlətimizdən xahiş edirəm. Gənc analara, gənc ailələrə dəstək olun. Uşaq pulu verin. Çünki o uşaqlar zülümlə böyümüş uşaqlar. O əziyyətləri mən çəkmişəm, mən bilirəm. Mən açıq deyəcəm, mən millətimdən gizlətmirəm. Mən yorğan döşəyimin üzünü bir satmışam, astarını bir satmışam, yununu bir satmışam. Qulağının sırqasını bir sat boylar böyütmüşdüm mən. Dövlət vaxtında mənə dəstək olmadı. Yerdə qalan cavan ailələrə dəstək olsun. Bu qazilərimizə dəstək olsun. Bunu istəyirəm. Çünki vətənin ən dar günündə, ən çətin günündə o kasıb balalar ərlə qalxır. Çünki qeyrət onlardan. Bravo.